Salam, bugün sizinlə Azərbaycanın dövlət qulluğu sisteminə, qəbul qaydalarına, karyera imkanlarına birgə nəzər salacağıq. Çalışacağıq görək, bir vətəndaş bu yola necə başlayır, hansı mərhələlərdən keçir, gəlin bu qaydaların, dərinliyinə inək. Bəli, salam. Həqiqətən də mənbələr göstərir ki, bu kifayət qədər detallı, strukturlaşdırılmış bir prosesdir. İlk növbədə kimlərin ümumiyyətlə müraciət edə biləcəyi, yəni əsas tələblər müəyyən edilib. Əsas tələblər dedikdə nə nəzərdə tutulur? Kimlər müraciət edə bilər? Baxın, əsas şərtlər bunlardır. Ən azı 16 yaşın tamam olması, mütləq Azərbaycan vətəndaşlığı, sonra təbii ki, uyğun peşə hazırlığı və ya təhsil, bir də dövlət dilini bilmək. Bunlar şərtdir. Anladım. Yəni bu şərtlərə cavab verən hər kəs üçün qapı açıqdır. Belə başa düşdüm. Ümumiyyətlə, bəli. Qanunvericilikdə xüsusi vurğulanır ki, irqə, dinə, cinsə, sosial mənşəyə görə heç bir ayrı seçkilik ola bilməz. Prinsip budur. Amma yəqin ki, bəzi ammalar da var, məhdudiyyətlər filan. Əlbəttə. Məsələn, əvvəllər məhkumluğu olmuş şəxslər qəbul edilmir. Bir də maraqlı bir məqam. Əgər namizəd işləyəcəyi rəhbərin birbaşa tabeliyində olan yaxın qovumudursa, o zaman da qəbul mümkün deyil. Aydındır. Deməli, bu ilkin filtrlərdən keçdik. Bəs sonra namizədi nə gözləyir? Müsabiqə deyəsən əsas məsələdir. Tamamilə doğrudur. Prosesin əsasını müsabiqə təşkil edir. Və bu müsabiqənin özü də iki hissədən ibarətdir. Əvvəlcə yazılı test imtahanı, sonra isə şifahi müsahibə. Testdən müvəffəqiyyətlə keçənlər dövlət qulluğu sertifikatı əldə edirlər. Sertifikat bu nə qədər qüvvədə olur və nə işə yarayır tam olaraq? Bu sertifikat 5 il müddətində qüvvədə olur. Və maraqlı bir cəhəti var, baxın. Bu sertifikatla hər il 5 fərqli vəzifə üzrə keçirilən müsahibədə ödənişsiz iştirak etmə hüququ qazanırsan. 5 müsahibə pulsuz. Bəli, ildə 5 dəfə. Əgər daha çox müsahibədə iştirak etmək istəsəniz, onda artıq müəyyən bir ödəniş tələb olunur. Bu, namizədlərə müəyyən qədər seçim imkanı verir deyəsən, bəs müsahibə mərhələsi necə? Orada diqqət çəkən nə var? Müsahibədə bir maraqlı məqam odur ki, müsahibə komissiyalarının tərkibinə müstəqil ekspertlərin də daxil edilməsi nəzərdə tutulub. Müstəqil ekspert? Niyə ki? Bu, yəqin ki, qiymətləndirmənin daha obyektiv, daha tərəfsiz olmasına yönəlmiş bir addımdır. Yəni, kənardan bir baxışın da olması təmin edilir. Şəffaflıq üçün vacib elementdir. Məntiqlidir. Yaxşı, deyək ki, testi verdik, müsahibədən də uğurla keçdik. Bu o deməkdir ki, artıq işə qəbul olunduq. Hələ tam yox. Baxın, müsabiqədən keçmək hələ son deyil. Ondan sonra namizədlər 6 aylıq staj müddəti keçməlidirlər. 6 ay staj. Bəli, və bu stajın sonunda kurator müsbət rəy verməlidir. Əgər rəy müsbətdirsə, o zaman namizədə 3 aylıq sınaq müddəti təyin olunur. Bir də 3 ay sınaq. Bir də 3 ay sınaq. Yalnız bu 3 ayda uğurla başa vurduqdan sonra şəxs daimi dövlət qulluqçusu statusunu alır. Proses belədir. Bir də seçim zamanı əgər bir neçə namizədin nəticələri yaxındırsa, qaydalara görə daha yüksək bal toplayanlara, bir də daha yüksək təhsil olanlara üstünlük verilir. Deməli, test, müsahibə, 6 ay staj, 3 ay sınaq. Doğrusu, kifayət qədər uzun və çox mərhələli bir yoldur. Bu, sistemi biraz ləngitmir ki. Ola bilər ki, müəyyən qədər uzun görünsün, amma yəqin ki, məqsəd həm hər tərəfli seçim etmək, həm də namizədi işə tam hazırlamaqdır. Bəs yaxşı, işə qəbul olunduq, həmin o 5 illik sertifikat məsələsi necə olur? O bitəndə nə baş verir? Yeni imtahan? Bəli, elədir. Hər 5 ildən bir o sertifikatı yeniləmək üçün təkrar test imtahanı vermək tələb olunur. Amma burada çox maraqlı bir güzəşt var. Nədir o? Əgər dövlət qulluqçusu 3-cü dəfə bu sertifikatı alırsa, yəni artıq 10 il qulluq edib və 2 dəfə sertifikatını yeniləyibsə, 3-cü sertifikat müddətsiz olur. Müddətsiz. Yəni bir daha imtahan vermir? Bəli, bir daha imtahan verməyə ehtiyac qalmır. Bu da yəqin ki, uzun müddətli xidməti, təcrübəni qiymətləndirmək üçündür. Sabitliyə bir təşviqdir. Anlaşıldı. Bəs karyerada irəliləmək, yüksək vəzifələrə keçmək üçün həmişə yeni bir açıq müsabiqə olmalıdır. Bu, yəqin ki, çətindir. Həmişə açıq müsabiqə olmur. Qaydalarda göstərilir ki, bəzi hallarda, xüsusən yuxarı kateqoriya vəzifələr üçün daxili və ya ümumi müsabiqə keçirilə bilər. Daxili və ümumi fərqi nədir? Daxili müsahibə yalnız həmin dövlət orqanının öz işçiləri arasında keçirilir.
Ümumi müsahibə isə daha genişdir. Bura həm digər dövlət orqanlarının əməkdaşları, həm də müəyyən tələblərə cavab verən digər şəxslər qatıla bilər. Bu, sistem daxilində təcrübəli kadrların yüksəlməsi üçün bir yoldur. Bir də deyəsən ehtiyat kadr məsələsi var idi. Hə, o da var. Müsahibədən uğurla keçib, amma hər hansı səbəbdən dərhal vəzifəyə təyin olunmayan namizədlər 2 il müddətində ehtiyat kadrlar siyahısında saxlanılır. Bu da yaxşıdır, yəni əziyyətləri hədər getmir. Bütün bu qaydaların içində bəs istisnalar varmı? Hər kəs bu uzun yolu getməlidir? Məsələn, test imtahanı hamı üçün məcburidir. Yox, istisnalar da nəzərdə tutulub. Məsələn, elmlər doktoru elmi dərəcəsi olanlar test imtahanından azaddılar. Onlar birbaşa müsahibəyə buraxılırlar. Maraqlıdır. Başqa kimlər? Həmçinin müəyyən rəhbər vəzifələrdə, deyək ki, ən azı 10 il iş təcrübəsi olan şəxslər də testdən azad olunurlar, yalnız müsahibədə iştirak edirlər. Bir də dövlət proqramları hesabına xaricdə təhsil almış məzunlar var ha, onlar da müsahibəsiz birbaşa staj mərhələsindən başlayırlar. Deməli, təcrübə və yüksək kvalifikasiya bəzi hallarda prosesi qısaldır. Bəli, bəli. Eləcə də bəzi çox spesifik vəzifələr var. Məsələn, Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələri və onların aparat rəhbərləri. Onların təyinatı üçün də ümumi qaydalardan fərqli xüsusi prosedurlar mövcuddur. Aydındır. Və bir vacib məqam daha. Əgər namizəd müsahibənin nəticəsi ilə razılaşmırsa, nəsə edə bilər? Hə, bu da təsvir olunub. Müsahibə nəticələrindən narazı qalan namizədin apellyasiya şurasına şikayət etmək hüququ var. Bu da bir növ nəzarət mexanizmidir. Yenilənməsi. Hər şey qaydalara salınıb. Düzdür. Sistem bir tərəfdən obyektivliyi, şəffaflığı təmin etməyə çalışır, müsabiqə yolu ilə ən uyğun namizədləri seçməyə hədəflənir. Digər tərəfdən də gördüyümüz kimi, təcrübəli mütəxəssislər, elmi dərəcəsi olanlar və ya xüsusi proqram məzunları üçün fərqli, bəzən daha qısa yollarda nəzərdə tutur. Şikayət mexanizminin olması da vacibdir. Bütün bunları nəzərə alaraq sonda belə bir sual ortaya çıxır. Görəsən, bu qədər detallı, formal qaydalara söykənən bir sistemin olması, məsələn, daha çevik, daha az bürokratik sistemlərlə müqayisədə, dövlət qulluğunun öz daxilindəki o gündəlik iş mühitinə, iş mədəniyyətinə necə təsir göstərir? Yəni, bu formalizm işin özünə necə yansıyır? Çox maraqlı sualdır. Bu, həqiqətən də üzərində düşünməyə dəyər. Bu strukturlaşmanın müsbət və mənfi tərəfləri, gündəlik fəaliyyətə təsiri, bəli, dərin mövzudur.